Gəlin, bəlkə də özümüzə verə biləcəyimiz ən təməl sualın dərinliyinə enək, biz əslində kimiyik? Bilirsinizmi, əsrlərdir ki, filosoflar məhz bu sual üstündə, sanki iki fərqli cəbhədəymiş kimi qızğın mübahisələr aparırlar. Yaxşı, bəs bizim bu mən dediyimiz şey nədir? Sadəcə gəldi-gedər düşüncələrin, hisslərin bir yığınıdır? Yoxsa bütün bu axının ortasında, mərkəzində sabit, dəyişməz bir sən, həqiqətən də mövcuddur? Yaxşı, gəlin işə birinci arqumentlə başlayaq. Bəlkə də bizim bu mən hissimiz əslində sadəcə bir illüziyadır. Gəlin bu tərəfin dəlillərinə baxaq. Baxın, bu fikir zamanla necə daha da radikallaşıb, bu çox maraqlıdır. Hər şey 18-ci əsrdə David Hume'la başlayır. O deyirdi ki, mən dediyimiz şey əslində heç bir özəyi olmayan, sadəcə bir-birini əvəz edən duyğuların, düşüncələrin bir axınıdır. Sanki bir çay kimidir. Sonra, ondan bir qədər sonra Lichtenberg çıxır və daha da irəli gedir. Deyir ki, mən düşünürəm demək səhvdir, əslində düşünülür demək lazımdır. Yəni, mən sadəcə dildə işlətdiyimiz bir rahatlıqdır, bir qrammatik vərdişdir. Və nəhayət 19-cu əsrin sonunda Ernst Marx bu ideyanı demək olar ki, zirvəyə daşıyır. O deyir ki, mən kainatda müvəqqəti bir sıxlıq nöqtəsidir, real deyil, amma gündəlik həyat üçün praktik bir vasitədir. Fikir verirsinizmi? Zamanla necə də kəskinləşir? Yaxşı, bəs birdən sizə desəm ki, mənin sübutu elə məntiqin öz təməlində, ən sadə qaydasında gizlənib? Gəlin indi də sikkənin o biri üzünə baxaq, yəni əks argumentə. Mənim varlığını müdafiə edən tərəfin arqumenti, bilirsinizmi, heç kimin mübahisə edə bilməyəcəyi təksib edilməz bir prinsiplə başlayır. A bərabərdir A-ya. İlk baxışda çox bəsit səslənir, elə deyilmi? Yəni, su, sudur demək kimi bir şey. Amma bu, sadəcə açıq bir həqiqət deyil. Bu, bizim bütün düşüncə sistemimizin, bütün məntiqimizin üzərində dayandığı bünövrə daşıdır. Və bu bünövrədən çox güclü bir məntiqi zəncir yaranır. Baxın, addım-addım gedək. Birinci, A bərabərdir A ifadəsi bizə dəyişməz bir sabitlikdən xəbər verir. Düzdürmü? İkinci addım, bir şeyin dəyişməz olduğunu anlamaq üçün onu anlayan şuurun özü də sabit olmalıdır. Təsəvvür edin, əgər sizin zehniniz hər saniyə tamamilə dəyişsəydi, bir şeyin sabit qaldığını necə bilə bilərdiniz ki? Mümkün deyil. Və üçüncü addım da budur. Deməli, daima dəyişən bir şuur axını sabit bir həqiqəti qavraya bilməz. Nəticə, deməli bu mühakiməni edə bilmək üçün ortada sabit, düşünən bir subyekt, yəni bir mən olmalıdır. Beləliklə, gəldiyimiz həlledici nöqtə budur. A bərabərdir A demək, əslində mən mənəm deməklə eyni məntiqi əsasa dayanır. Yəni, məhz məntiqli düşünmə aktının özü, düşünən bir mənin varlığını sübut edir. Amma bu arqument sadəcə soyuq məntiqlə kifayətlənmir. Məsələ daha da dərinləşir və bizim ən təməl insani təcrübələrimizə, əxlaq və mənəviyyat dünyamıza qədər gedib çıxır. Və burada səhnəyə böyük filosof Immanuel Kant çıxır. Kant üçün bizim daxilimizdəki o borc hissi, o məsuliyyət duyğusu, varlığımızın təbiətinə dair çox vacib bir ipucuydu. Gəlin bir anlıq düşünək. Niyə biz səhv bir hərəkət edəndə günahkarlıq, peşmançılıq hiss edirik? Əgər biz sadəcə bir-birini əvəz edən duyğular yığınıyıqsa, bugün peşman olan mən, dünən o səhvi edən mənlə eyni deyil axı. Bu güclü hisslər ancaq o zaman məna kəsb edir ki, onları daşıyan sabit, dəyişməz bir mən olsun, elə deyilmi? Kantın məntiqi belədir. Günahkarlıq hissi o deməkdir ki, biz başqa cür hərəkət edə bilərdik. Yəni, seçimimiz var idi. Bu isə o anlama gəlir ki, bizim bir parçamız təbiətin o sadə səbəb-nəticə zəncirinə bağlı deyil, ondan azaddır. Bax, həmin o azad hissə bizim sabit, dərk edilən mənimizdir. Yəni, seçim edən və buna görə də məsuliyyət daşıyan bir mən. Və bizim əsas borcumuz da gündəlik həyatdakı hərəkətlərimizi, yəni o təcrübi mənimizi məhz bu əsas, əxlaqi mənlə eyni xəttə gətirməkdir. Qısası, əxlaqın bir mənası olması üçün ortada məsuliyyət daşıyan sabit bir mən olmalıdır. Yaxşı, indi gəlin bu iki güclü arqumenti birləşdirək. Bir yanda məntiqin tələb etdiyi mən varam həqiqəti, o biri yanda isə əxlaqi borcun reallığı. Bu ikisi bir araya gələndə ortaya çox güclü, hətta biraz da sərt bir nəticə çıxır. Kant bunu öz məşhur sözlərində çox gözəl ifadə edir. O deyir ki, iki şey məni heyrətə gətirir. Başımın üstündəki ulduzlu səma və içimdəki əxlaq qanunu. Fikir verin,
O, bir tərəfə bütün o nəhəng, soyuq, qaydalarla işləyən kainatı qoyur. Digər tərəfə isə insanın içindəki o əxlaq qanunu ilə müəyyən olunan mənin sonsuz dəyərini. Və bu bizi hara gətirib çıxarır? Bu fəlsəfəyə görə insan kainatda təkdir. O özünün qanunudur. Bu, bir növ sarsıdıcı bir tənhalıq deməkdir. Çünki bu o anlama gəlir ki, sizin əxlaqi avtoritetinizin, düzgün və səhvin mənbəyi siz özünüzsün. Və bu da bizi son, amma bəlkə də ən çətin sualla üz-üzə qoyur. Əgər son səlahiyyət sahibi, son qanunverici sizsinizsə, o zaman sizin əsl borcunuz nədir? Öz mənanızın yeganə mənbəyi olmaq. Bu əslində nə deməkdir?